Həmişə birinci mənim görüntüm reabilitasiya haqqında o olub ki, orada hovuz olmalıdır, orada uşaqlar stasionarda qalmalıdır, orada duz terapiyası olmalıdır şaxta. Bu şeylər çox maraqlıdır. Və uzun müddət mən Uşaq Bərpa İnstitutu, Moskva Dövlət Pediatrik Universitetlə əlaqədar çalışmışam. Nevroloqlar dəvət etmişəm, Ayaz Mavidyarov, Konstantin Jirdev, neuroortopedlər. Bu günlərsə biz əməliyyatdan sonra Medera Hospitalda, reanimasiyadan sonra gips açılır və bu qədər biz işlər görmüşük və bundan sonra fiziki reabilitasiyanın yaxşı dinamika əldə etmək üçün nə edirik? İş təcrübəmizdə olan işlər hovuz. Hovuzdan müalicəsini alır və burada reabilitasiya eləyir. Bilirsiniz, sub terapiyası insanlara çox gözəl. İflic olan xəstə hardan bilir ki, onun hovuzda olan məcburi məşqçilər, müəllimlər məşq etdiklərində görürsünüz ki, o şüur altı suyu hiss edir də, proseptiv suyu hiss edir. Suyu hiss eləyəndə bu çox gözəl effekt verir. Və mən istərdim ki, bu müəssisələrdə, hardakı istədiyim reabilitasiya sahəsi belə qurulub, mən istərdim ki, öz biliklərim, öz nailiyyətlərim hamısını Azərbaycan dövlətində olan millətimizə, sırf bu xəstələrə səhv yol göstərməyək və çox sağ olun bu komandalarıma iki klinikada və ümumətən demək istəyirəm, total cəmaət anlayış götürüb və mənə inanırlar. Biz bir tim şəklində, komanda şəklində nə edirik? Reabilitasiyanın bütün növlərini cəmləşdirib hovuz, vannalar, loqopedlər, masaj, fizioterapiya, reabilitasiya bütün cihazları ilə xəstələrimizə şəfa verə bilərik.